YouTube'dan ən asan şəkildə necə video yükləyə bilərik? Düzü deyənlə ola bilər ki, YouTube'dan video yükləmək çox asandır. YouTube'da istədiyimiz bir videoya girdiyimizdə aşağısında olan indir logosuna toxunduğumuzda video yüklənir. Amma əslində bu sadəcə istədiyimiz videonu YouTube'un indirilənlər siyahısına yükləyir. Bəs qaleriyaya necə yükləyə bilərik, bunu göstərəcəyəm. Əvvəlcədən sizə demək istəyirəm ki, gedib 100 mindən çox abunəsi olan kanalların videosunu götürməyin və ya 80, 90, 50 min abunəsi olan kanalların da videosunu götürməyin. Böyük kanallarda bilənlər də bilir ki, partnerləri olduğu üçün təlif problemi var. YouTube'da da indi zamanımızda yaygın olan bir problemdir təlif. Təlifin nə olduğunu bilməyənlər yuxarıdan çıxan kartlardan təlif haqqında olan videomuzu izləyə bilərlər. Videonu yükləmək üçün YouTube'a daxil oluruq. Bu mənim keçmiş 2020'də açdığım YouTube kanalımdır. Keçmiş YouTube kanallarımı izlədim, videosunu da kartlardan izləyə bilərsiniz. Burada istədiyim bir videonun bağlantısını kopyalayacağım. Bu zəif kanal olduğu üçün bunda heç bir təlif olmayacaq. Göstəriş məqsədli də olsa yenə də təlif gəlməsin. Təlif gəldiyində, yəni qısaca deyə bilərəm ki, bu videonu heç bir sosial medialarda yayınlaya bilmir və bəzən də elə ola bilər ki, bu videonu izləyə belə bilmirsiniz, yəni yüklədikdən sonra. Təlifli olaraq videonu paylaşdığımızda böyük problemlərə yol aça bilər. İstədiyimiz videonun qarşısında olan 3 nöqtəyə toxunuruq. Paylaş dedim. Bağlantıyı kopyala və burada işimiz bitdi. Google'a daxil olaraq video indir yazacaqsınız. Video indir. Axtarış etdik. Savefrom.net saytı ən başda çıxır. Bura daxil olduq. URL adresini, yəni kopyaladığımız bağlantını istəyir bizdən. Bura gəldik və həmin bağlantını yapışdırdıq və axtar dedik. Görürsünüz, video burada çıxdı. Burada Dovland deməyin. Dovland dediyimizdə reklamlar və s. açıla bilər. İndirdi. Yəni daha doğrusu indir dedim. Buradan engəllə dedim. İptal dedim. Gördüyünüz kimi reklamlara bağladığımızda dosya indiriliyor dedi. Ayrıntılara gəldik. Reklam çox çıxır. Görürsünüz, yüklənir. 41 megabayt bir boyutu var. 2 megabayt artıq yüklənib. Yəni çox asandır bunu etmək. Sadəcə olaraq ən yaxşı video yükləmə saytı bu idi. Bunu səhv etmirəmsə Play Store edən proqramın özündə yükləmək olur. Bir dəqiqə axtarış edək. Savefrom deyə yazdım. Buradan mən yükləməyinizi tövsiyə etmərəm. Direkt olaraq Google'dan saytından yükləməyinizi tövsiyə edərəm. Bugünkü videomuz bura qədərdir. Bir dahaki videomuzda görüşənədək sağ olun.